Pensiyalarla bağlı vacib təklif. Bu deyəsən gənclərə şamil edir. Gəlin diqqətlə dinləyək. Bəli, son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə azalır. Çünki iş yerləri yoxdur. Deyərdim ki, çoxlarının əmək kitabçası yoxdur da. Əmək kitabçasına yazılmalıdır ki, fonda da pul ödənilsin. Onlar gələcəkdə bu hüquqdan istifadə edə bilməyəcəklərini düşünür və sosial ödənişlərlə maraq göstərmirlər. Əksəriyyət fərdi maliyyə planlanmasına üstünlük verir. Bildirilir ki, bu meyl əmək haqqında qeyri-rəsmi məşğulluğun araşdırılmasına, artırılmasına və pensiya fondlarına daxil olmaların azalmasına gətirib çıxaracaq. Doğrudan da bir 10 ildən sonra, 15 ildən sonra demək olar pensiya alan olmayacaq Azərbaycanda. Çünki hamı deyir ki, fond sənin hesabında pulun olmalıdır. İşləyirsən, yəni ki, oradan köçürülməlidir ora. İş yerlərdə yoxdur, insanlar sərbəst, özlərinə harda iş tapırlar, gündəlik orada çalışırlar və hesablarında 1 manat da yoxdur. Gənclərin pensiya sisteminə inamsızlığı hansı iqtisadi nəticələrə səbəb ola bilər? Qlobal Info danışıq iqtisadçı Pərviz Seydarov deyib ki, gənclərin mövcud sığorta pensiya sisteminə inamsızlığı təbiidir. Bugün sosial ehtiyacların və tələblərin sayı çoxdur. Bunlar pensiya yaşı məsələsinə dair hər hansı bir konsepsiyaya və ya tədbirə maraq yaratmır. Nəticədə həm sahibkarlar, həm də vətəndaşlar üçün qeyri-legal məşğulluğa geniş şərait yaranır. Sözü gedən tendensiya məcburi dövlət sosial sığorta ödənişlərinin həcminə təsir göstərir. Könüllü sosial sığorta ödənişlərindən danışmırıq. Çünki bu hələ yoxdur. Bu könüllü o deməkdir ki, sosial sığorta bizim hər birimiz, yəni heç yerdə çalışmasaq da özümüz gələcəyimizi düşünürük. Hər ay özümüzü sığortalayırıq. 10 manat, 20 manat, 30 manat. Təbii ki, bu konkret olaraq bir rəqəm tərtib olunur, hesablanır, deyilir və onu biz sığorta kimi özümüzü sığortalayırıq. O pulu hər ay ora qoyuruq ki, gələcəkdə qocalanda, pensiya yaşına çatanda baxırıq ki, bizim özümüzün artıq pulumuz var və o puldan pensiya kimi istifadə edirik.